Yaddaşsızlıq gənc və yeniyetmələr arasında niyə artır? Əslində səbəb beynin pis işləməsi yox, çox yüklənməsidir. Özəlliklə imtahana hazırlaşan uşaqlarda imtahan həyəcanı, valideyn təzyiqi və rəqabət stres fonunda unutqanlıq yaradır. Digər faktor yuxu azlığıdır. Dərsi gecə oxumaq, telefona çox baxmaq, saatlarla mesajlaşma da yuxunu qaçıra bilir. Beyin də yuxulu olanda oxuduğunu qavraya bilmir. Bir də ki, doğru qidalanmama, səhər yeməyini buraxmaq, gün boyu fast food yaxud da ki, şirniyyat qəbulu enerjinin birdən yüksəlib, gün sonuna doğru qəfil azalmasına səbəb olur. Bu da ki, diqqəti toparlamağa mane olur. Əgər sizdə yaddaşı, diqqəti və qavramanı yaxşılaşdıran, əsəbilik və pis əhval-ruhiyyəni düzəldən təbii tərkibli məhsul axtarırsınızsa, Qabafoz tableti istifadə edə bilərsiniz. Qabafoz bildirim ki, dərman deyil, qida əlavəsidir. Bu məhsul düşünmə, qavrama və yaddaşa müsbət təsir edir. Diqqəti qüvvətləndirir, yuxunu yaxşılaşdırır, depressiya əleyhinə təsir göstərir, imtahan həyəcanını azaldır, üstəlik yaşlılarda beynin qocalmasının da qarşısını alır. Tərkibindəki maddələr beyin və sinir sistemini dəstəkləyir, asıllıq yaratmır, orqanizmi öz normal halına geri qaytarır. İstifadə qaydası isə 12 yaşdan yuxarı şəxslər gündə 1 tablet, 18 yaşdan yuxarı şəxslər isə 1-2 tablet qəbul edə bilər. İtaliya istehsalı olan Qabafoz tabletini bütün apteklərdən əldə edə bilərsiniz.